deyirəm. Məni sadəcə oynatdılar. Məni sadəcə meymun kimi oynatdılar. Sən Xoşqədəm sənin üzərindən bu yenə də bu 3-4 ay ərzində o təbliğ elədiyi reklamların sayəsində sən Xoşqədəmə nəyə görə lazımsan? Düzdür? Reyting üçün də verilişinə baxırsan. Aycı qalırdım açsızız. Bugünkü gündə qalıram açsızızda məsələ yeri gələndə. Verilişinə baxılır. Dedi ki, mən köməkdə özüm bilginəm. Mən daha artıq köməkdə eləmirəm. Yox, sən onun verilişinə baxılır. Onun verilişinə baxılır. İcazə verə danışma, sən danışma. Açığı deyirəm. Danışma, boş-boş danışma sən. Siz Rəşad tanımırdın ki, Rəşadı da mən sənə tanıtdırdım da. Hə, mənim sayəmdə tanıtdım. Nəsil hansın sən Rəşadı hardan tanı? Rəşad yaxşı kişidir. Çox yaxşı kişidir. Rəşad kimlər yaxşı kişidir, hə? Düz deyir, Rəşad kimlər yaxşı kişidir. Hətta olsun mənim sayəmdə qazandınız Rəşadı alın. Eşidirsən məni? Məni dinlə. Bu da mənim yaxşılığımdır da. Məni dinlə, dinləmə qabiliyyətin olsun, mən sənə deyim hər şeyi. Mən yenə deyirəm sənə. Rəşadı görən kimi Allah, elə bir sevinirdilər, elə bir ki, Allah bir sevinirdilər ki, boy, beləsinə qalanda açığı da, hə, sən Gülxanımı bəyənmirsən də, Gülxanım, bu Rəşad da kimdir? Sən axı Gülxanımla birlikdə olan zibil olub da, yəni. Belə pis çıxmasın da. İndi sən Rəşada qoymuşsan dağ başına. Bu Gülxanım Rəşad da Gülxanımla bir yerdə olub da. Axı bu Gülxanımın zibili olub da. Belə pis çıxmasın. Gülxanımın artığı olub da. İndi nə olub hörmətli Rəşad? Mənim artığım olub da. Belə pis çıxmasın da. Belə olub. İndi sən Rəşadı hörmətli bir oğul eləmişsən. Ada mənim sayəmdə tanımısan da. Mənim yarımçığım olub da Rəşad. Hə. Olsun Gülxanımı ki bəyənmirsiniz. Gülxanıma layiq bilmirsən söz və Gülxanıma yanında bir yerdə ayıb olmasın, durub oturan adamla, hə, hörmətli olub sizin üçün. Olsun da hörmətli. Tərəfini saxla da Rəşadın. Nədir ki? Saxlayıb. Ola bilər, hər şeydə puldur da. Pulu verginən pullandır ki, mənim də bir dəqiqə pulum olsa, hörmətim dağ başında olardı. Ama yoxdur axı. Buradan bitdi sözün. Sözün bitdi. Bəs mən də bilirsin, mən də yanıb tökülürəm. Mən də yanıb tökülürəm. Deyirəm sözün bitdi. Sözün bitdi. Sözüm nəyi bitirir? Ürəyim o qədər doludur ki, ara bitir. İcazə verin, icazə ver. Tamam, sən oradan ayrıldığınız o verilişdən sən də özün deyirək Xoşqədəm neynəsən? Xoşqədəm yenə deyirəm, kömək edən, bayramı da biabır edən Xoşqədəm oldu. Bir kişi cəhətdən, ailə başçısı tərəfindən Gülxanımın özünü də Xoşqədəm bütün nəinki Azərbaycan, bütün dünyaya nümayiş etdirirdi ki, Azərbaycan ailəsi bax budur. Azərbaycanda ailə tablosu bax bundan ibarətdir. Bax budur. Xoşqədəm bunu nümayiş etdirir də bütün dünyaya, bütün cəmiyyətə. Budur da söyüşlərə baxın ki, söyüşlər nədir? Bunlar nə söyüşdür? Biabırçılıq. O yenə deyirəm, cılız insanlara fikir vermək lazım deyil. İkinci də ki, yaxşı. Rəşad neynəsin ki, Rəşaddan gizlətib, Rəşadda ana neynəsin ki, ana Rəşadı qorumalıdır da, ananın bəslə bir müsibət gəlib başına. Elə bir ki, üzr istəyirəm, sözümə görə bu ifadə. Elə bir Rəşad yatıb duranda mənim yanımda olublar. Rəşad səni istəməyib. Rəşad səndən uzaqlar. Yanımda idin sən. Siz yanımda idiniz. Nə bilirsən? Ola bilər Rəşad orada gəlib sözü hər sözdür. Amma mən heç deməmişəm ki, belədir. Pis çıxmasın belə. Mən faktdır ki, mən gedib Rəşada yaxınlaşmamışam ki. Mən Rəşad məni tapmışdı, mən Rəşadı tapmamışam. Yəni həmin o adamları deyirəm ki, deyirdi ki, hətta belə deyirdi, inanın ki, belə deyirdi. Ki, Xoşqədəm xanım, Rəşad neynir onu, Rəşad onu istəməyib. Rəşad neynir o, yanımda idin sən, siz yanımda idiniz mənim. Mən özüm gedib Rəşadı yoldan çıxartanda yanımda idi. Deyir, Gülxanım Rəşadı yoldan çıxardım. Yalansa bu orucluq şahidlik hələ deyil. Niyə haqqa girirsən? Niyə yalan danışırsınız? Ola bilər Rəşad onları yanında deyib ki, mən Gülxanımı istəməmişəm, ona bir qadın kimi istəməmişəm, yaxınlaşmamışam. O da hamısı qorxudandır. İt kimi öz ailəsindən qorxduğu üçün o sözləri deyib. Amma mən heç birini demədim ki, yalandır, Rəşad belədir. Amma xeyr. Amma mən bilirəm ki, necədir. Necə tanış olub, necə Rəşad da nə olub, ya mən nə olmuşam. Amma mən ona efirdə demədim. Ola bilər o gəlib deyib ki, Xoşqədəm xanım, o mənə yaxınlaşıb, o mənim üçün dərdimdən ölürdü, o mənə yalvarıb, xeyr, bir Allah şahiddir ki, elə olmayıb. Amma gəldi sahilə gəlib məni orada sürüdü, anası gah dedilər ki, bilinmir ki, uşaq kimdəndir, o sözü deyib, Kəs, nə bir səsi, kəs də.
Kəs də səsivi. Nə qədər deyirlər səsivi kəs. Rəşad qoymusunuz belinin üstünə. Mən səndən 2025-ci ilin avqust ayında, daha doğrusu 2024-cü ilin avqust ayında danışanda Rəşad var idi onda. Yox. Orası düzdür, yox. Ananla da danışdım, səndən də danışdım. Səni sentyabr ayında yeni sezon başlayanda Xoşqədəm çağırırdı efirinə. Dedim ki, getmə. Dəfələrlə dedim sənə bunu. İndi niyə gedir belə bu vəziyyətindən gileylənirsən? Hər dəfə deyirsən ki, mən səhv eləmişəm. Səhvi bir dəfə elədin. O ayağını bir dəfə palçığa batırdın. Mən sənə iş yerində göstərdim. Maddi dəstək də lazım olan qədər verirdim. Bayram vaxtlarda sənə yığdım. Nə lazımsa kömək edeyim sənə. Yəni mənim kömək elədiyim, dəstək durduğum qadın bir dənə sən deyildin ki, o qədər insanlara yardım eləmişəm ki, nə var burada? Tək mənə kömək eləməmişsiniz, bayrama da kömək eləmişsiniz dəfələrlə. Bayrama da kömək eləmişsiniz. Mən burada qeyri-adi işlə görmürəm. Halal xoşunuzdur. Amma mən istəyirdim ki... Bayrama da valla maddi cəhətdən bayrama da kömək olub. Yəni şahid olmuşam. Bayram gedirdi kəndə, pul verirdi ki, uşaqları Bunları danışmağın yeri yoxdur. Mən bunları danışmaq üçün demirəm. Yox, oğlum, mən həqiqətən edirəm. Mən burada insanlara çatdırmaq istəyirəm ki, Gülxanımı bu vəziyyətə salan Xoşqədəmdir. Dəfələrlə özə saldı. İkincisi, Gülxanımın bu vəziyyətə düşməsinin yenə də ikinci səbəbkarı onun özüdür. Çünki məni dinləyərdi, gedərdi normal başını aşağı salardı, işləyərdi. Kiraya haqqını lazımı qədər verərdik bir müddət, ondan sonra özünü topardıyardı, ayaqlarının üstündə qalardı. Məsələn, hər bir insan həyatda çətinlik olub da, mən milyoner balası olmamışam ki, sənin də çətinliyin var idi. Sən də düzələcəydin nəticə etibarilə. Amma sən düzəlmək istəmədin. Sənin anan da normal sənə tərbiyə verə bilmədi. Atan da həmçinin. Yəni, ümumi götürsək, sənin valideynlərin əgər sənə normal tərbiyə, normal dünya görüşü bəxş etmiş olsaydılar, səni normal bir xanım kimi yetişdirmiş olsaydılar, belə bir vəziyyət təbii ki, yaranmazdı. İndi nə ana var ortada, nə ata var ortada, heç kim yoxdur ortada. Burada özün bilərsən Gülxanım. Yəni mən bunu ona görə qoşuldum ki, hər şey insanlara bir obyektiv həqiqət olaraq çatdırır. Mən hər şeyi bilirəm. Çatdırdım da. Bu sözlər hamısı mənim ürəyimdədir. Mənim də bu ürəyimdə doludur ki. Mən sabah səni işə düzəltsəm, Xoşqədəm oradan yığsa ki, ay Gülxanım, nə edirsən? Yenə qaydacaqsan təzədən Xoşqədəmin yanına. Yox, xeyr, heç vaxt. Andol Allah yox. Sən bunu bir dəfə elədin. Mən sənə demişdim, eləmə. Sən elədin. Sən qayıtdın. Nə olar, xahiş edirəm. Mənə kömək eləyin, ay Samir müəllim, xahiş edirəm. Mən əmin olmalıyam ki, sən ora qayıtmayacaqsan. Sən onun alətə çevirməyəcəksən. Bu orucluğa and olsun ki, qayıtmayacağam. Qurana and olsun. Sadəcə sizdən. Çünki siz həqiqətən yaxşı insansınız. Biri var ki, efirdə, biri var ki, kənarda. Yaxşı insan, baxın, xalq, belə insanlardır. Yəni üzdə, efirdə gülüb. Deyirəm ki, bu sözümü bilin ki, hər dəqiqə deyirəm ki, can deyib üzə gülənlər. Bax, bu sözü bugün Samir mənim təsdiqlədi ki, belədir. Bəli, üzümə gülüb sənin yanındayam, tərəfindəyəm deyib, axırda aldadıb Rəşadın tərəfində olmaq. Baba, insanlıq budur. Efirində deyil ki. Nə deyək, mən Samir müəllimi efirdə görmüşdüm. Axırıncı dəfə ki, o efirdə olanda görmüşdüm. Yəni bu TikTok belə canlıya qoşuldu da, yəni mən də ürəyim dolu idi həqiqətən də. Ona görə çünki yanırdım. Çünki bir insanı mənə sən söz verdin ki, Xoşqədəm xanım, sənin üçün DNK-nı eləyəcəm, sənin üzvü ağ çıxardacağam. Nə oldu? Bəs niyə eləmədin? Niyə Rəşadın tərəfində durdun? Niyə Rəşad sənə nə verdi? Neynədir sənin üçün ki, sən Rəşadın tərəfində durdun? Bu Rəşad mənim yarımçığım idi də. Sən Rəşadı nə gördün? Rəşadı niyə belə müdafiə elədin? Bilmirəm mən. Mən ala bilməm. Rəşadı nə idi fərqi? Rəşadı nəyini sən müdafiə elədin? Burada misafirə qoşulmaq istəyənlər var. Burada var da bir nəfər. Mən misafirə qoşa bilmirəm. Bax, bu mənim canlı yayımım deyil. Rəşad yaxşı oğlandı. Sonra mənim yanımda deyir ki, Rəşad kişi deyil. Rəşad kimlər kişi deyil. Amma Rəşadı görəndə səndən yoxdur. Ayıb deyə, belə bu biabırçılıqdır, olmaz belə şey.
Bu aparıcıya yaraşmayan bir hərəkətdir. Hamıya öyüd nəsil tərbiyə verən, hamıya əxlaqı göstərən, hamıya köməklik eləyən ki, ağıl qoyan belə eləyir. Mən sən bir də Xoşqədəm Cəmaatı nefini düz yola çəkən, görsən, düz yol Xoşqədəm göstərən ki, nefini görsən, Xoşqədəm nefini sənə görsə sənə nə deyək? Sən səhv yoldursa düz yola gedən, düz yol göstərən belə eləyir. Hansı bir kişiyə deyər ki, o qadını yarı yolda qoy. Elə bilsə Rəşad niyə qaçdı? Rəşadı elə qaçızdıran da oldu. Və bunu bugün deyirəm, bəli. Rəşadı elə get, ona yaxın getmə. At nömrəsini bloka. Təsəvvür edin ki, Rəşad efirə getdim Samir müəllim. Rəşad nömrələri qırıb atdı. Və Bir dənə icazə ver. Burada misafirə el.m var. Onu qoş da misafirə. L.m misafirə onu qoş da. Onu mən L necə? L.m profilin adı elədir. Burada harda baxın bir. Misafir bayaq necə qoşdu? Ne bax altda sorğular var ya, sorğular. O siyahdan üstündən bu siyah çıxacaq. Nöqtə gözləyim bir. Yoxda axı elə bir burada elə profil. L.m sonu ürək. Yoxdur, elə profil məndə yoxdur. Yoxdur, onda qalsın elə. Mən əmin olmaq istəyirəm. Mən sənə əgər doğrudan da işlə də təmin edə bilərəm. Kömək də Vallahi edərəm. yox, həqiqətən and ol Allaha ki getməyəcəm. Qurana gedib nə günə qaldım deyirsiniz ki, nə budur da axırım ki oturub dilənirəm burada. Budur da mənim. Mən kül başıma, bəli, günah məndədir ki, mən ora sən ola bilər ki, hə, Rəşadın dostu, tanışı var, pulu var. Mən Rəşad onsuz da elə bir insandır da. Rəşadı tanıyıram da. Rəşad öz xeyrinə görə hər şey elə dedi də mənə. Onsuz da and ola Allah Samir müəllim. Rəşad bacısı gildə oturub mənə dedi. And ola Allahıma. Orada mən bacısı Esmira deyən qız da orada şahid. Bəlkə görərdiniz, Esmira var idi, efirə gəlirdi. Dedi ki, Rəşad onsuz da dedi, Xoşqədəm dedi, mənə deyib dedi ki, baba eşidir də, hər kəs eşidir. Xoşqədəm xan mənə deyib dedi ki, gəl onu meymun kimi oynataq, axırda sənin tərəfində olacam. İnanırsınız, ay əziz izləyicilər, bunu mənə Xoşqədəm xanım bir qadını elə yıxırsa, düzgün deyilsən Rəşada de ki, sənin tərəfində duracam, onu meymun kimi oynatacam. Niyə? Rəşad nə vermişdi sənə? Nə görmüşdün sən Rəşadda ki, elə eləyirdin? Sən əgər bir də o efirə çıxsan, Rəşad yox. Niyə sən Rəşadın tərəfində? Dünyada nə qədər kişi varsa, sənə nə yetərə düz edəcək. Çünki bəli, Xoşqədəm Hidayət qızı bir qadın olaraq hansı bir kişini yad bir kişinin tərəfini saxladı. O yad kişi də Gülxanımla bir yerdə olan kişi idi ya. Fakt bunu Rəşad ola bilər. Amma Rəşad Gülxanımın Rəşadı idi. Sənə o müdafiə elədiyi Rəşad Gülxanımın Rəşadı idi. Gülxanım onu sənə tanıtdırmışdı. Sən Rəşad görmürdün, tanımırdın. Yəni bu da faktdır. Heç vaxt haqqı nədir ki, burada heç evvelası bilirsiniz nə var? Heç burada Rəşadı qoyuram biri. Rəşadı da elə eləyən də oldu. Rəşadı da elə o vəziyyətə gətirən də oldu. Rəşad elə bir yerdə vallahi belə pis, anası da əvvəl də bilirdi, bacısı da bilirdi. Elə ki elədi ki, heç məni Rəşad bilirəm. Rəşad bilirəm, məni istəməyib, düzdür. Bunu mən bilirəm. Mən yəni bir qadın kimi sığınmışdım. Bu da düzdür. Amma ki, ən azından o uşaqlar atasız qalmamalı idi. O uşaqlar atalıq verməli. Çünki onlar səhər böyüyəcək. Sənin də uşağın vardı. Sən ala bəyəxtəsə belə danışdırdın, nə oldu sənə? O uşaqların körpə ki, o uşaqların ahı ki var ha. Bu orucluq ayında deyirəm, o ki körpəmin ahı ki var ha. O elə hamını tutsun. O ki körpə uşaq ki orada atasız, soyadsız qalıb. Heç alimenti bir kənara qoyuram. Fakt dedilər ki, o uşaq, amma o uşaq, Xoşqədəm özü də bilir ki, o uşaq Rəşadındır. Rəşad özü də bilir ki, o uşaq onundur. Əgər o uşaq Samir mənim Rəşadın olmasaydı, and ol Allaha deyirəm, Rəşad gəlib elə birinci gündən yalvararaq özü DNK verməsəydi ki, bilirəm ki, uşaq Gülxanım ki, biabır olsun ki, uşaq mənim deyil. Rəşad özü bilirsiniz mənə nə deyirdi? Ceyran niyə kömək eləmədi sənə? Ceyran niyə kömək eləmədi sənə? Niyə gedib deyirdin ki, mən əmin deyiləm ki, mənim deyil. Niyə deyirdin? Nədir ki, alimentə görə? Nədir ki, Xoşqədəm deyib ki, belədir. İcazə ver, o eniştəyinə oxşayan Seyran niyə kömək eləmədi sənə?
Həmişə boş şeydi. Onlar hamısı mənim üzümə gülürdü. Var ya Rəşadın tərəfində idi. Rəşad mənə deyirdi sən itirəcəksən mənim tərəfimdədir. O Rəşadın tərəfində. Hə, sən Xoşqədəm xanım, Rəşadı müdafiə elədin, nə qazandın? Bugünkü gündə də Rəşadla əlaqədardır. Nə olur? Zəng eləyir, soruşur. Rəşad Gül xanımı yığdın, danışdın, at bloka. Ay bala Rəşad mənimlə danışmır. Lap Xoşqədəm xanım. Tutalım, lap Rəşad mənimlə danışdı. Bundan sənə nə? Mənə yazdı. Bundan sənə nə? Bundan sənə nə də? Bu Rəşad dediyin, axı bu mənim bu zibirlərimin atasıdır da. Kəbin yoxdur, düzdür. Mən Rəşadı demirdim gəl mənə al günə. Mən Rəşadın evini də, mən Rəşadı evli bir kişini yoldan çıxartmamışam. Mən Rəşadı deməmişəm ki, gəl mənimlə evlən. Bu fakt, istər Xoşqədəm xanım, DNK verdin, vermədin, aləmət oldu, olmadı. Bu fakt ki, bu Rəşad bu uşaqların atasıdır və bu faktı heç bir kəs dəyişə bilməz. Nə qanun, nə məhkəmə, nə efir, heç nə. Bunu Allah belə yaradıbsa, o uşağın atası Rəşaddır. Bunu mən bilirəm. Bu şəhərlər hara geçir? Şəhərlər hara geçir? O uşaqlar biz deyil. Çünki mən bilirəm ki, o uşağın atası kimdir. Komentlər Amma ata görsənmir. deyil. Komentlər görsənmir. Niyə? Hə, indi gəldi. Yəni bilirəm ki o uşaq, mən bilirəm ki o uşaq, niyə sən o iki körpəni efirdə deyirdin ki, hə, o uşaqlar qız uşağıdır, atasının ay Rəşad uşaqlara atalıq ver, elə deyirdin efirdə, nə oldu bəs? Amma efirdə elə danışırsan, Xoşqədəm xanım, amma ki qıraqda elə deyirsən. Bayaqdan belə danışmırdın, nə oldu elə? Mən girən kimi elə gəldin qaza, nə oldu? Yox, yəni olduğu da, düzünü də yox. Qaza deyəni ki, siz burada düzgünlüyün deyirəm də, düzgün deyirsiniz də siz. Yəni ki, bu belə idi. Qaza yox, bu belə olub da. Yəni mən özüm də mənim də siz uca içim dolu deyə, ürəyim o qədər doludur ki, çünki mən bunu bilirəm. Bu belədir. Orada sual verirlər uşaqlar, ən yaralı yerim odur. Uşaqlar anı. Uşaqlar banizdadır. Uşaqlar da kukla kimi uşaqdır valla. Həkimlər deyir ki, uşaqlar zəif də deyil. Sağlam da uşaqdır. Çox şükür əyəsi zərər verməsələr uşaqlarıma. Çünki hər şey gözləyirəm mən. Həkimləri də tapşırmışam ki, xahiş edirəm. Sizə Allaha, uşaqlarımı da sizə tapşırırım. O uşaqlarıma kimsə bəlkə gəlib nəsə pulla zərər verər. Uşağım da olub, uşağım da saxlayacam. Niyə o iki körpəni, niyə sən Xoşqədəm xanım mənə söz verdin, mən də bir qadın kimi sənə güvəndim, inandım ki, mənim ciddi imkanı eləyərsən, niyə eləmədin bəs? Yazırlar ki, səni Xoşqədəm adam üçün çıxartdı. Xoşqədəm adam üçün çıxartmadı. Xoşqədəm Gülxandan sadəcə istifadə elədi. Nə adam üçün çıxartmaq? Adam üçün çıxartdığı budur da. Rəşad deyir ki, Xoşqədəm adam var. 2600 adamın 10 nəfəri yaxşı söz yazsa bəlkə yazar. Qalan hamısı ancaq söyüş yazır, təhqir yazır. Rəşad deyir ki, Xoşqədəm xanım çox düzgün insandır, çox yaxşı insandır, çox haqlı, ədalətli. Məni ələ salır da, məni ələ salır. Əlbəttə ki, haqlı, ədalətli olacaq. Ay Rəşad, əgər buradan eşidirsə deyirəm. Əlbəttə ki, mənim də tərəfimdə biri olsa, mən də deyərəm haqlı, ədalətlidir, amma yox düzgün. Sənin tərəfində olub da, əlbəttə ki, haqq ədalətli olacaq. Ay qız, mən sənin tərəfindəydim da, mən sənə düzgün yol göstərmişdim da, dedim ki, getmə ora. İş də verirdim sənə, lazımı dəstək, niyə getdin? Niyə qaçdın ora? Niyə görə, deyəm, bir söz deyim sizə, niyə görə Rəşad Amil müəllimin efirinə getmədi, Samir müəllim, bilirsiniz niyə görə getmədi? Çünki Amil müəllim 200-lük eləmədi. Nə olsun ki, düzdür, efirdən lap məni çıxartdı, amma 200-lük eləmədi. Çünki Rəşada dedi ki, Rəşad gələcəksən DNK-ya, gəlməsən polis əlinə. Amma Rəşad dedi ki, Amil kimdir? Amil kimdir? Çünki Amil düzgün iş aparırdı. Ona görə kimdir? Amil düzgün iş aparırdı. Amil şov yaratmırdı. Amil deyirdi ki, bəli gəlməlidir. Amil Rəşada demirdi ki, atalıq vermə. Yəni, burada Rəşada istəyirdi ki, Amil ki, o uşaqlara atalıq verilsin. Vallahi onu istəyirdi. Amma Rəşada əlbəttə ki, sərf eləmədi. Rəşad dedi, Amil kimdir bacısı? Məz Amil kimdir ki, biz Amilin ayağına gedək? Ağzına gələnə Amil müəllimçi sahilə, Esmiranın evində dedim, eləmin, olmaz. Amma Rəşad deyirdi ki, Amil kimdir ki? Çünki Amil müəllim nə olsun ki, məni efirdən, düzdür, məni efirdən məsələn də ikinci dəfə çıxardı. Çünki mən də onu ki, efirinə getmədim, getdim o biri efirə, o da məndən incidi. Əgər mən onun yanında olsaydım, DNK-nı da mənim üçün eləmişdi.
Çünki deyirsən məni satıb getdin. Mən sənin üçün DNK-nı eləyəcəkdim. Polislə də onu gətirəcəkdim. Amma Rəşad dedi ki, Amil kimdir? Xoşqədəm xanım yaxşı adamdır. Əlbəttə ki, sənin tərəfində Əvvəla DNK üçün heç kimi sən polislə gətirə bilmərsən. Sənin uşaqlarının atasının bu gün kim olması hüquqi cəhətdən naməlumdur, qeyri-müəyyəndir. Hələ bilinmir Rəşaddır ya kimdir. Bu ancaq məhkəmə qaydasında öz təsdiqini tapa bilər. Polis kimsə gəlib gətirə bilməz. O qədər nicahdan kənarda olan uşaqlar var ki. O qədər. Sən bilirsən nə danışırsan? Yox, niyə? Samir necə? Mən bilmirəm ki, uşağın atası kimdir. Onu sən təyin edə bilmərsən. Onu ancaq məhkəmə müəyyən edə bilər, bir də DNT testi müəyyən edə bilər. Da prosta qanunla elə. Bəs necə? Bəs sən söz verdin axı mənə ki, eləyəcəm, DNK-yı razı salmışam, gətirəm. Məsələn də düzgünlüyü də. Onun üçün məhkəməyə müraciət edirsən. Məhkəməyə müraciət edirsən. Əgər adam imtina eləyirsə, bu avtomatik olaraq başqa digər əlavə sübutlarla onun atası olması təsdiq olunur və burada da əsas məqsəd atalığın müəyyən edilməsi əsas məqsəd nədir? Alimentin təyin olunması, aliment ödənişinə cəlb edilməsi. Yoxsa sən onun üzərinə başqa heç bir vəzifə qoya bilmərsən. O ancaq aliment ödəyə bilər. Bu aliment ödəməlidir. Vəssalam. Yəni atalıq verməli, aliment ödəməlidir, elə hə? Bəli, başqa nə ödəməlidir ki? Başqa nə etməlidir ki? Heç atalıq verir ki, heç atalıq vermir ki, ay. Onun kimləri çoxdur. Məsələn, qoyaq bir kənara. Qoyuram bir kənara. Yenə deyirəm, mənim sənə bu baxımdan inamım çox azdır. Mən yıxılana balta vuran adam deyiləm. Mənə yaraşan həmişə olur ki, mən yıxılanı qaldırım. Mənim işimdə, hərəkətimdə, fəaliyyətimdə həmişə bu ölkədə mənim bilənlər bilir, görənlər də görür. Mən adi sıravi vətəndaşa toxunmuram, ya onun haqqında danışmıram və yaxud da durub burada bəziləri kimi təlxəklik eləmək, kimsə söymə fikrində də deyirəm. Çünki mənim ona tamamlı kompleksim yoxdur. Mənə yaraşan insanların haqqına girənləri tənqid eləməkdir, onların haqqında danışmaqdır, onları ifşa eləməkdir, onlardan insanların haqqını tələb eləməkdir. Mən səninlə bağlı yenə deyirəm, dəfələrlə sənə də dedim, o özünü Bilirsən Samir müəllim, mən Rəşadı bir kənara qoyuram. Rəşadı bir kənara qoyuram. İndi mən heç Rəşadı düzdür, heç atalıq da bilirəm ki, onsuz uşağımın atası odur. Bu heç söhbət ondan getmir. Heç atalıqdan ya alimentdən söhbət onu, o da özüm bilərəm. Məsələn, onunla aramda özüm bilərəm. Sadəcə mənə təsir eləyən budur ki, sən niyə Vüsəl Rəşadı belə müdafiə eləməklə, nəyə görə də, nə maddi marağın oldu ki, sən onu belə müdafiə edirdin? Niyə orada bu qədər insan gəlir də? Olub da bayramda orada, burada var orada Hüseyndir. Sən nə maraqla sən belə Rəşadı müdafiə edirsən? Niyə? Heç alimentdir, heç özüm bilərəm. Mən tələb eləmirəm aliment, tələb eləmirəm DNK. O da mənim özümdə. Məsələn, mən istəməsəm eləmərəm. Ya istəsəm də eləyərəm, özüm bilərəm onu. Amma ki, sadəcə sənin niyə bir qadın kimi onun tərəfində? Heç mən Rəşadın əleyhinə getmirdim axı. Heç mən Rəşadın əleyhinə getmirdim. Sən o istəyirdi ki, arada biraz da qarışsın, mən biraz da düşmənlik olsun arada. Amma heç mən üstünə getmirdim. Heç mən nə bacısına cavab vermirdim, anasına cavab vermirdim. Deyirdim ki, ananın bacının nə günahı var? Ay Samirim, ana bacının nə günahı var? Ana biz tanış olanda yanımda olmayıb, bacı tanış olanda yanımda olmayıb. O məni söyürdü, deyirdim olsun, məndən böyükdür, yaşlı məndən böyükdür, yaşlı qadındır, mən niyə ona cavab verim? Amma orada istəyirdilər ki, düşmən olaq, o desin, mən deyim, o söysün, mən söym, niyə görə? Niyə bunlar niyə lazım? Yazırlar ki, burnundan gəlsən Xoşqədəmin haqqı. Mən də sual verəm, hansı haqqı? Xoşqədəm adi 60 manat otel pulu nədir? Onu Gülxanıma qıymırdı, məndən alıb verirdi Gülxanıma. Hansı haqq? Nə haqq? O uşaqlarım düzdür, o uşaqları mən özüm qoymuşam. Hələ ki, çünki imkanım yoxdur. O uşaqlar indi, bu uşaqlarla məsələm, ya Rəşadla məsələm, bu özümə aiddir də. Elə bir yanlarında olub kömək edəndə. Mesela sən düşmənlik, arada ki, sən onu de, bu buna de, düşmən olur. Gətirdi Rəşad mənim paltarımı atdı. İnanırsınız ki, bu evdə qaldığım, bu evdə Samir mənim bu paltarım buradaydı. Rəşadı elə məcbur elədilər ki, elə məcbur ki, Rəşad gətirib mənim paltarımı atdı ora qapıya. ARB-nin qapısına. Bilirsiniz, hamısı bunlar yəni qurma olub.
Əlbəttə qurma olub, indi bilirsən. Necə ki, məsələn, qurma Rəşadı da elə qurma kimi, yəni belə də, elə də kül Rəşadın başına. İndi Rəşad da elə bilin, həm dostdur da. Düzdür, indi sənin tərəfində olacağam ki, sənin yanındayam. İndi Rəşad da dedi ki, həm də mənimdir. Amma hamısı boş şeydir. Hamı öz xeyrinədir. Əvvəlası mən orada yenə deyirəm, uşaq mənim idi. Uşağımın atası da özüm bilərdim ya. Deyinkə verərdim, verməzdim, aliment alardım. Prosta belə ortalığı ki qarışdırdı. Ortalığı ki belə qarışdırdı. Hər şey, mən ona ilk öncədən də gedəndə dedim ki, Xoşqədəm xanım, hər şey belə lazım deyil. Bunu örtbas isə, mən də çıxım gedim də, lazım deyil. Bunu bu boyda, bu məsələni böyütmə. Bunu belə bu dərəcədə müzakirəyə qoyma. Adi bir balaca şeyi orada böyütdü. Nəyə lazım idi? Kəşk mən elə orada elə çıxardım, çıxıb gələrdim. Bu dərəcədə, bu boyda böyüməzdi məsələ. İnanaq sənə səmimiyyətinə, inanaq. Vallahi, and olalı, kəş mən nədir? Gətirib oturturdu Rəşadı orada, anası orada. O orada deyir, bu burada deyir. O oradan, bu buradan elə şey olur. Gecə saat 3 Xoşqədəm mənə yığıb mənə deyir. Bu 2000 deməli 24-cü ildir yenə də. Yığıb mənə deyir ki, ay Samir, bu şərəfsizlər hardan çıxdı bizim qabağımıza? Şərəfsiz də kimə deyir, hə? Səndən bayrama deyir. Əlim qaldı üzümdə. Sən bunları verilişdən qovursan, sonra da təzədən bunlara möhtac olursan sən. Şərəfsiz dediyin adamlardır da. Niyə təzədən efir və dəvət edirsən? Mən şərəfsizdim, Rəşad şərəflidir. Olsun da Rəşada da dalda deyirdin ki, Ramalın dediyi sözü deyirəm. Ramalın dediyi sözü deyirəm, Ramal. Niyə bax sənlə yaşımız deyirəm, Ramal eynidir də, ikimiz də gəncik. Niyə biriniz qayıdıb bu Xoşqədəmə demirsiniz ki, başqa mövzu yoxdur? Çıxart misal üçün, bax bu intihar edən qacilərin məsələsini müzakirə elə. Görüm Xoşqədəm müzakirə edə bilərsən. Sən lap yaxşı, neyiniyim ki sənsən? Bir maarifləndirici bir mövzu qoy. Maarifləndirici mövzu qoy. Orada sən lap yaxşı. Yox, eləyə bilərsən, eləyə bilmərsən. Deyirəm, Ramal, niyə biriniz deyirəm də, pis söz demirəm ki. Olduğunu deyirəm. Özün də bilirsən ki, mən düz deyirəm. Üzünə də demişəm, buradan belə ictimai publik qaydada da deyirəm. Sən nə bilirsən mən üzünə demirəm? Mən mərdəm, mən mərd. Mənim qanımda mərdlik axır. Başa düşdün? Məni özünüz kimi namərd bilməyin. Üzünə də demişəm. 3 dənə məhkəmədə də qalib olmuşam. Mən publik şəkildə dediyim hər şey birbaşa elə onun üzünə deməkdir. Ramal da qayıtdı mənə dedi ki, hansı ki bax burada var, ha, bax burada. O yazanlar var ya, o bədbəxt kütlə var ya, kütlə psixologisi hərəkət edən qaralar var, ha, bax burada sənə söyürlər, ha, bax təhqir edirlər, söyüb təhqir edənlər. Hansı ki sən lap normal qadın belə olmuş olsan, normal bax bu ki məsələn Velizarın canlısında 84.000-90.000 adam olurdu. Ora hədiyyələr partabat gedir, pullar axıdılır və s. Ora baxan kütlədir da bu kütlə. Bu gün gəlib Gülxanımı söyür. Gülxanım nümunə deyil, Gülxanımın səhvi də ortadadır, hərəkətlər də. Bu gün Gülxanım ölsə, həyatdan köçsə, gedib siz Gülxanımı dəfn eləyəsi deyilsiniz və yaxud da Gülxanımı ağlayası da deyilsiniz. Hər kəs özü öz səhvlərinə görə məsuliyyət daşıyır və onun ağrısını da, acısını da çəkir. Məni də bu canlı yayıma qoşulmağa vadar edən odur ki, mən çıxım az da olsa bu həqiqətdən uzaq düşmüş bu kütləyə başa salım ki, ay insanlar, siz bu boyda cəmiyyətdə öz içinizdə olan kompleksləri, problemləri görüb də bu Gülxanıma söyməklə, təhqir eləməklə nə əldə edirsiniz? Yəni o qədər mi acizsiniz, o qədər mi zəifsiniz? Gündə bir qazimiz özünü yandırıb həyatdan köçür. Niyə onlar o həyatda çatdıranlara bu Gülxanıma dediyiniz sözlərin bir qismini demirsiniz? Niyə? Niyə deyə bilmirsiniz? Çünki bacarmarsınız. Çünki hamınız həqiqətdən, gerçəklikdən uzaq düşmüşsünüz ona görə. Bir şey deyim sizə.
Məsələn, Rəşad mənlə o ki danışdığı vaxtda, inanırsınız Samir müəllim, bu Rəşad ki, Rəşadı o qədər başını doldum, Rəşada satqındı axı. Mənim nə ki yazmırdım Rəşada, nə səs atmırdım, hamısını atırdı Xoşqədəm xanıma. Hamısını atırdı ona. Bu ona deyirdi ki, sən get, Gülxanımı nəsə ki, məsələn də ona zəng elə, ondan nəsə söz al, bu da alırdı məndən sözü, səsimi yazırdı, atırdı ona. İnanırsınız? Özüm görmüşəm ama fakt telefonunda Rəşadın ki, mənim səsimi yazıb gülərək ona söz atır ki, Xoşqədəm xanım deyə səsini yazmışam, dəlidir də səsini yazmışam. Ayıb deyə, ayıbdır. Bu, deyirəm ki, plan qurmaq, saxtakarlıq budur. Rəşad üçün də ayıb olsun ki, gəlib yanımda oturub, mənim səsimi yazır, atır ona. Bu satqınlıqdır. Bunlar elə bir ki, qurmadım, mən başı xarab, bunlar mənə qurma olub, əlbəttə ki olub, əlbəttə ki olub. Əlbəttə ki olub. Allah Xoşqədəm xanım, neyniyəcək Xoşqədəm xanım sənin üçün? Nə bilim, bəlkə nə söyləyəcək? Nə söyləyəcək? Ya Rəşad, sən qazandınsa mənim sayəmdə qazandın, ya o da qazandısa mənim sayəmdə qazandı. Yəni mən çıxmasaydım, nə sən onu tanıyırdın, nə o sən tanıyırdı. Faktı bu da faktı. Gülxanım bəyənmir ha. Deyir ki, Gülxanım kimdir də? Məsələn, hamı deyir. Gülxanım elə o Rəşad ki var, o Rəşadı Gülxanımın sayəsində tanımısan da. Bu faktı da, amma bu faktı da itirmə də. İndi nəsildir. Prosta sadəcə aranı qarışdırmaq, ortalığı qarışdırmaq, düşmənsən onu de, bu bunu de, nə oldu? Nə oldu ki ya? Gülxanım yenə həmin Gülxanımdır da. Ona pul atma, ona evinin pulunu, evvelası Rəşad mənə heç pul verməyib, evvelası Rəşadda heç o da yoxdur ki, o kişilik ki, pul versin, köməklik edin. Sadəcə bunun yəni niyyətə bax ki, ona pul vermə, onun pul atma. Mənə özünə deyirdi, hə, köməklik elə, köməklik elə ona. Amma dalda da deyirdi ki, ona köməklik eləmə. Rəşada ya, bunu fakt bilirəm. Yəni insan bu dərəcədə mi, yəni belə şey olar? Burçluya ticarət mərkəzindən niyə çıxmısan? Hə? Güneldən niyə çıxmısan? Güneldən. Ha, yox, o da işim. Niyə? Səbəb nədir? Niyə işləyə bilmirsən ki? Xeyir ola ki, mən demirəm mənə köməklik elə, xeyir ola ki, köməyin qalsın özün üçün. Cavab ver, orada niyə işləyə bilmirsən? Necə? Nə bilim, orada da ağızlarına gələni yazırlar da. Burada göyə yazmırlar. Yazırlar, əlbəttə nə bilim, burada dedim özümü, yəni ki olmaz, yazır ki, xeyir ola. Köməkli, xeyir ola, onsuz da Rəşadın mənə heç bir zaman köməkliyi deyməyib. Elə Rəşad kimilər, elə aparıb pul bassın ki, mənim yanımda ol, mənim yanımda ol. O düzgündür. Yəni Gülxanımı yıxıb sürüyə alçaldıq efirdə. Rəşad Gülxanım ki bunu de, onu de, söy Gülxanımı. Rəşad o sözləri mənə efirdə deyir. Hamısını başını doldururdu, çıxartırdı Rəşadı oraya. Niyə? Niyə Rəşad məni təhqir eləyir orada, sən ləzzət alırsan, Gülxanım, sən Gülxanımı Rəşad təhqir eləyir. Niyə görə? Sən Amir Xəlilin verilişindəydin. Necə oldu ki, yenidən belə Xoşqədəmə transfer oldu? Demirdim də dedim ki, Xoşqədəm xanım Rəşadı deyə o təhqirləri eləməsin. Yox, Rəşadın anası xahiş edib ki, bu şeyləri, bu sözləri efirə ver. Niyə Gülxanım alçalsın deyə. Bəs sənin Allah yoxdurmu? Bəs Allahı görmürsünüzmü ki, sən ona anasını deyə bilmirsən ki, o qadındır, bir yersiz qadındır. Mən onu niyə alçadım? Amma sən Rəşadın sözlərini, Xoşqədəm xanım, otaqda aşağıda danışdığı sözləri, mən ağlayaraq sənə yalvardım ki, efirə vermə, amma sən onları efirə verdin. Nədir ki, Rəşadın halı yaxşı, Rəşadın kefi xoş olsun deyə. Anasının kefi xoş olsun deyə. Amma mən ağlayaraq sənə yalvardım reklam arası ki, o sözləri vermə. Rəşad mənə orada nələr demədi o efirdə. Mənim də qız uşağım var. Nədir ki, Rəşad sevinsin ki, mənim tərəfimdədir deyə. Bu düzgünlük, haqq ədalətdir. Bunları hamısını mən çəkmişəm. Hamısı olub bunlar. Amir Xəlilin verilişinə niyə Xoşqədəmə getdin? Onun cavab ver bir dənə. Nə bilim, nə bilim. Elə bildim ki, kaşki elə mənə dedi ki, Amir mənim kömək. Çünki Amir bilməm, bilirsiniz necə adamdır, həqiqətən də düzdür. İndi mənə bəzənlər o elementə görədir. Amma ki, həqiqətən düzgün biridir, düz biridir. Onda şou yoxdur.
ikiyüzlülük yoxdur. O insanda ümumiyyətlə ikiyüzlülük deyə bir şey yoxdur. Çünki mən olmuşam da orada. Bilirəm ki, bu insan ümumiyyətlə ona reklam arası tapa bilməzsən. Nə sənin başını doldursun. Ay, hələ mən onu bir ay orada oldum. Mən birinci dəfə onunla danışdım. O da çıxan günü ki, dedim, axı, nə olur Amil mən, mən sizi görürəm. çağırdı, zəng elədi, çağırdı, xoşqədəm yığdı sənə. Yox, mən özüm getdim. Amil ay oturub səni doldursun başını. Ay, heç də bircə, ikicə dəfə məni efirə çıxartdı. Ay, səni onunla düşmən eləsin. Ay, onunla düşmən eləsin. Ay, efirə onu qoşsun, bunu qoşsun, soy yaratsın, xeyr. Dedi ki, mən Gülxanın mevzusunu uzada bilmərəm, lazım deyil. O da istəyərdi də, məsələn, şou eləsin, eləmədi. İndi düzdür, demirəm ki, mənə maddi kömək elədi, xeyr. Ancaq o düzgünlüyü ki var ki, o düzgün veriliş aparmağı əsas odur. Əsas odur. Mənim neyimdir yeri gələndə, məsələn, Amil mənim neyimdir ki, heç neyim. Amma yəni düzgünlüyünü deyirəm ki, heç bir iştirakçını orada doldurmur. Məsələn, iştirakçı gəlir, promo gedir efirə, oradan da çıxır gedir evinə. Və salam. Hansı birini doldursun başını ki, sən ona elə de, buna belə de. Yoxdur elə bir şey. Yoxdur. Bu Hüseyin və Ayşat var indi bu efirdə. Burada yazırlar, indi Hüseyinlə Ayşadın evini dağılır. Sənin nə xətir verir? Ay, Rəşad özü burada yazır. Sən niyə acıqva gəlir? Sənə lazımdır, deyir ki, ay boş-boş danışma. Acıqva gəldi. Acıqva gəldi sənin. Bağışla, səndən soruşmamışdım danışanda mən. Mən nə deyirəm, bu nə danışır Allah, bu nə danışır? Yox, orada yazır ki, boş-boş haqqa girmə. Paytda, ancaq sən haqqa girən siz oldunuz. Mən olma, haqqıma siz girdiniz. Səsimi yazdın, aparıb Esmira'nın evində mənim səsimi yazdın. Ya atdın Esmira'nın üstünə ki, yazıq qızın üstünə ki, Esmira yazıb. Esmira'nın da düşmən elədin məni. Esmira and içdi ki, balasının canına. Dedi, vallahi mən yazmamışam Gülxanım, səsimizi Rəşad yazıb. Yazıb bizim səsimizi atıb Xoşqədəm xanıma. Ki Gülxanım, Esmira məndən pul istəyirlər, pul dilənirlər. Esmira səndən pul istəməmişdi, mən pul istəmişdim. Mən demişdim ki, həkimə gedirdim. Eşidirsən mənim? Atdı mənim səsimi, yazıb gülərək, atıb ona. Bu ona deyir ki, orada planlı şəkildə səslərini yazar. Bunlar ikilik iş oynayıblar da, rol oynayıblar. Gülxanımın səsini at, get onu dola. Gülxanım da başı boşda səsini yaz, at mənə. Nə oldu? Nə oldu ki? Yəni bu efirə hamı gəlmişdi də. O qədər orada minlərlə adam gəlmişdi. Tək Gülxanım Rəşad deyildi ki orada. Sən məni orada ələ sal, at qırağa, Rəşadı müdafiə elə. Bəs mən niyə görə bugünkü gündə mən Xoşqədəm xanımın həqiqətən xətrini çox istəyirdim. Həqiqətən xətrini çox istəyirdim. Amma o ki mənim müdafiə eləmədi. Rəşadı müdafiə elədi. Ona görə mən o qədər ürəyim sındı, qəlbim sındı ki, daha birisi daha necə, vəbşə də. Birisi mən necə günə məni çox pis vəziyyətə qoydu da, məni cahil vəziyyətinə saldı. Mən sənə demişdim ki, etmə ora, necə? Eləməzdi, düzgün eləyərdi. Mən demədim ki, Rəşadı söy orada, amma düzgünlük eləyərdi. Birini müdafiə eləyib, birini orada təqsir eləməzdi, birini qaralamazdı. Mən idim də, mən sənin yanım, sən heç Rəşad tanımırdı, səndən mən gedib kömək istəmişdim. Mən sənin yanıma getmişdim, sən Rəşadı tanımırdın. Niyə mənim yanımda o? Niyə mənə müdafiə eləmədin? Yeri gələndə niyə? Nədir ki, indi Rəşadın, ola bilər pulu var, adamı var ona görə. Gülxanım yiyəsizdir, heç kəsi yoxdur ona görə. Bəs Allah var axı adam başının üstündə. Axı sənə Gülxanım inanmışdı. Bir anası kimi, bir yaxını kimi sənə güvənmişdi. Qız eşidirsən mənim? Amma bir qadın kimi sən gəlib məni müdafiə eləyərdin. Ki bunun heç kəsi yoxdur. Tək bir qadındır. İcazə olar danışın. Hansısa bir kişinin tərəfində olum, Rəşadın tərəfində durum. Nə oldu? Oldun Rəşadın tərəfində. Bugünkü günə də həm ki Rəşadı məsələn anasına sən gelib soruşur ki, Gülxanım Rəşadla bir danışır. Ay başıma dönüm, Gülxanım Rəşadla danışmır. Niyə anasına sən gelib deyirsən ki, Gülxanım Rəşadla danışır? Mən bilmirəm ki, bu maddi maraq nədir? Telli sənə gül göndərdi, hədiyyə göndərdi. Sağ ol da Telliyə. Görür şimdi.
Könül kimdir? Telli, adı Tellidir, könül Telli, Tellora. Çox sağ olsun. Mən dedim bəlkə psixoloq könüllü deyirsiniz, zəhləsi məndən gedir. O sənə hədiyyə göndərmir, uzaq başı fil göndərər. O da göndərsə, qiymət olmur. Eşidirsən mənim? Nə olar, mənə bir dənə işdə köməklik eləyin də, nə olar, mənə bir iş tapa bilərsiniz. Hadi qulaq as da, qulaq asmırsan axı. Mən danışıram, sən danışsan. Qulaq asmırsan axı. Qulaq as. Tamam. Mən inanmalıyam, bilməliyəm ki, sən həqiqətən də bir də o etdiyin səhvi Vallahi eləyirsən. Bu tamaşaçıların, bu izləyicilərin söz verirəm, bu orucluq ayını and olan, nə olar, bir sahibsiz bir qadın kimi səndən xahiş eləyirəm. Burada gözün necə, bir dənə heç olmasın, mənə bir iş tapın, işləyim. Kirayanı kim And tutub olan sənə? Allaha xeyir, bax burada Kirayanı söz kim tutub verirəm sənə? ki, and olan Kirayanı bu kim orucu, tutub? bu əziz müqəddəs gecəyə and içirəm. Kirayanı kim tutub sənə? Necə? Kirayanı kim tutub sənə? Bu kirayəni əvvəl hələ Rəşadla bu evdə qalırdıq. Çoxdan prosta ki kiraya da pulu verə bilmirəm. İmkansız pulu verə bilmirəm, qalmışam. Yemək yemisən bu gün? Bu gün yemək yemisən? Hə? Yemək yemisən? Yemək heç oturmuşam burada, mən bədbəxt dilənirəm də, neyinib? Deyirəm yemək yemisən? Yemək heç yox. Yeməmsən? Yemək yeməmişəm, yox. Yemək heç oturmuşam burada, deyirəm bəlkə köməklik eləyərlərdi, ona görə heç durmuram. Amma elə söyürlər. İnsanları da qınamıram, bilirsiniz, mən pis tanındım deyə, onlar da məni, izləyicilər də mənə nifrət eləyirlər, ona görə. Haladennikin var evdə, soyuducun var. Soyuducu var evdə. Bir dəqiqə, buna nə oldu? Ay, ekrana nə oldu buna? Bir dəqiqə gözləyin, Samir mənim, gözləyin. Yenidən qoşulun, bu ekrana düşdü bunun. Qoşulma yenidən qoşulma. Yox, bu getmir axı bunun üstündən. Biz görürük səni, biz səni görürük. Çıxma. Yox, mən axı görmürəm. Canım qaldı elə. Soyuducun var. Soyuducum var, Bay Rəşad yazır orada, deyir, haçan qalmışıq. Vay, necə gör, necə səviyyəsiz insandır ya. Gülxana, sabah kartında... Hayda, birdən Rəşad, arvadın eşitdi ki, Allah Rəşadın balasını versin, bir şey daha. Yəni deyirəm ki, burada Ay insan düşdü də, bəsdir də. Ay insan, bəsdir. Ay sənin tanıdığım günə daş düşərdi, bəsdir də. Yox, yazıb mənim əsəblərimi pozma ki, birdən eşidər Xoşqədəm xanım ki, Rəşad Gülxanımla qalıb burada, cəhənnəmə qalmısan, zato qalmırsan ki, heç maraqlı da deyilsən. Ay qız, deyirəm ki, soyuducu var evdə. Hə, var. Ay sağ ol. Kartını mənim WhatsApp-ma nömrəmə atarsan, sənə sabah pul göndərim, gedib və bazarlıq elə biraz. Çox sağ ol, Allah köməyimiz olsun. Yox, yazır ki, orada Samir müəllim, haçan qalmışıq. Vay öz xeyrinə, min rola girən belə kişilərə kişi deməzlər. Ay birdən Xoşqədəm xanım, sən gelib deyər ki, Gülxanımla, yox qalmırsan Rəşad, Gülxanımla qalmırsan. Rədd olub getmişsən, bunu bilsin, arvadın da hamısı bilsin. Cəhənnəmə heç maraqlı da deyilsən. Səni kimi kişilərin versin Allah bəlasın. Ay qız, mənə spam gəldi. Şey eləmə, indi canlı yayım... Çuşqa maymaq, beləmçilərə çuşqa maymaq deyirlər. Söyüş söymə canlı yayımda, söyüş söymə. Bax, aparıb inzibati xəta ilə qoyacaqlar içəri. Söyüş söymə. Təhqir eləmə. Spama gedəsən. Yaxşı, təhqir eləmirəm, yox, təhqir eləmirəm. Prosta yazır ki, deyir ki, şeydir, haçan qalmışıq deyir. Mən nə dedim ki, yəni ki, bu evdə, o evdə qalıram da. Ay, nə bilirsən o Rəşaddır? Fikir vermə o adama. Qutar da, Rəşadın adını çəkirsənsə, o söhbətlər edirsənsə, mən geri çəkiləcəm, heç bir kömək edirəm. Yox, o səni bugünə Rəşad. Sərf mənim özümdədir. Sərf mənim özümdədir. Mənim kimi başı boşları əlbəttə ki, belə edəcək. Necə? Qutar da, bəsdir də. Deyirsən, bu gün çörək yeməmsən, yemək yeməmsən, dünən də yemək yeməmsən, düzdür? Yox, yemək yemişəm. Bugün banka getmişdim kartımı düzəltdirməyə. Kartı bilirsiniz nə olmuşdu dünən?
Bu kartı pulu üstünden pul çekilmişti. Olabilir, belki ekrana koymuştum kartı, ondan olabilir. Yox, yox. Ben düzdür izləyicilər burada qışqırıram, üzürlü sayın. Çünki mən də əsəbləşirəm. İzləyicilərin nə günahı var? İzləyicilər Canlı yayımda söyüş söymək, təhqiramiz ifadələr Yo, mən işlətmək söymürəm ki, and ola Allah. Onlar məni söyürlər, mən gülərək keçirəm valla. olmaz. Olmaz, qətiyyən olmaz. Əlbəttə ki olmaz. Onlar məsələn mən eğer onlardan köməklik istəyirəmsə, mənim nə haqqım var ki, mən orada onlara söz. İndi onlar da belə düz eləyirlər. Əslində haqq da verirəm. Neynəsinlər? Onlar da elə bilirlər ki, 5 uşağına atan ana nifrət edir. Onların mənə nə qəsdi qərəzlikləri var, nə düşmənçiliyi var mənim. Bu xalqım məni. Sadəcə mən pis örnək oldum deyənə, onlar da mənə nifrət edirlər. Birisi də elədir. Pıv, mən görür, burada mən yazıları görmürəm. Bu Velizarın canlısına qoşulsam, görən nə olar? Qoşula bilmərəm, yoxsa qoşulmuyum.